Salam, hər vaxtınız xeyir olsun. Bu gün mən sizə 2025-ci il 9-cu sinif test toplusundan fonetika bölməsini izah eləyəcəm. Gəlin başlayaq. Onu da deyim ki, əgər videom, izahım sizə faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Gəlin başlayaq. Deməli, birinci sual. Sonu eyni cinsli qoşu samitli sözlər neçə hecalı olur? Sonu eyni cinsli qoşu samitli sözlər bir hecalı olur. Məsələn, haqq sözü, xət, fən, səd. Görürsünüz ki, burada hamısı bir hecalıdır. Yəni, ona görə cavabımız C variantı olur. Keçək ikinci suala. Hansı sözdə dodaqlanmayan incə saitlərin ahəngi var? İncə saitlər hansılardır? E, ə, i, ö, ü. Bəs dodaqlanmayan hansılardır? Dodaqlanmayanlar da, gəlin dodaqlananları çıxaq. Bunlar bu üçü dodaqlanmayandır. Ona görə ü, ö olan variantları çıxırıq. Deməli, A getdi, Y getdi. İqtisadiyyat sözünə baxın. Deməli, burada A qalın saitdir. Yəni, incə olmadığına görə bu da getdi. Burada da eynən darıxdırmaq sözündə A qalındır, I da qalındır. Ona görə bu getdi. Cavabımız D variantıdır. Burada həm dodaqlanmayan saitlər var, həm də incə saitlər var. Ona görə D variantı olur. Üçüncü sualda deyir ki, cərgələrin birində Q hərfi ardıcıl olaraq Q, Q, X, K səslərini ifadə edir. Deməli, müşfiq sözündə K səsini ifadə edir. Sonra Q, qutu, haqsız. Yəni, burada ardıcılığa uyğun deyil. Çünki bizə deyir ardıcıl olaraq. A variantı getdi. Üfüq xətti. Üfüq xətti, üfüq sözündən sonra samitlə başlanan söz gəldiyinə görə bu K kimi tələffüz olunur da. Ona görə bu da ardıcılığa uyğun deyil deyə getdi. Meqafon sözündə Q səsi gəlir birinci, hələ ki uyğundur. Haqqında. Haqqında olur haqqında. Yəni, bu uyğun gəlmir. Sıranı pozur. Çünki bizə sonraki Q lazım idi. Ona görə C variantı da getdi. D-də deyir ki, qoçaq oğlan. Qoçaq oğlan birinci Q gəlib, bu düzdür. Sonra Q olur bu. Çünki qoçaq sözündən sonra saitlə başlanan söz gəlib deyə o sondakı Q, Q-ya keçir. Otaqsız sözündə olur otaqsız. Məqsəddə də ki, məqsəd. Kırışdırıq. Belə, bu şəkildə olur. Yəni, ona görə cavabımız D variantıdır. Sonra, dördüncü sualda hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda Q, Q, Q-yi əvəzlənməsi baş vermir? Gəlin artıraq. Sümük, sümüyə, bu oldu Y, baş verdi. Ona görə A variantı getdi. B-yə baxırıq. Qoruq, qoruğa, qoruğun. Burada Q əvəzlənməsi baş verir. Ona görə bu da getdi. Bizə lazımdır baş verməyən. Çarıq, çarığın, çarığa. Burada da baş verir Q əvəzlənməsi. Ona görə heç o birisinə də baxmıram. Getdi. Türk, türkün, türkə. Baxın, burada baş vermədi. Yəni, bir sıra sözlər var ki, məsələn, türk, kürk, tək və s. Bu sözlərdə baş vermir əvəzlənmə. Yəni, bunlar olduğu kimi qalır. Şəfəq sözündə də baş vermir. Məsələn, şəfəqə, şəfəqin. Cavab D variantıdır. Y-yə də baxaq. Çiçək, çiçəyin.
çiçəyə baş verdi Q-yu əvəzlənməsi. Yarpaq, yarpağın, yarpağa, q-ğı əvəzlənməsi baş verdi. Ona görə cavab D variantıdır. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q-ğı, q-yu əvəzlənməsi baş vermir? Üfüq, üfüqün, üfüqə, ürək, ürəyin, ürəyə. Amma burada baş verir q-yu əvəzlənməsi. Ona görə bu getdi. Əlcək, əlcəyin, əlcəyə. Saitlə başlanan şəkilçi artırdıq. Ona görə əvəzlənmə də baş verdi. Ona görə bu getdi. Əmlak, əmlakın, əmlaka. Baş vermədi burada. Buruq, buruğun, buruğa. Amma burada baş verdi. Ona görə bu səhvdir. Çiçək, çiçəyin, qapaq, qapağın, qapağa. Burada ikisinə də baş verdi. Qalstuk, qalstukun, qalstuka. Dialoq, dialoqun. Görürsünüz ki, burada baş vermir. Çünki bunlar alınma sözlərdir. 6-cı sual. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q-ğı, q-yu əvəzlənməsi baş vermir? Ələk, ələyə, ələyin. Burada baş verir. Bizə lazım baş verməyən. Ona görə bu getdi. B variantında monoloq, monoloqun, monoloqa. Burada baş vermir. Şərik, şərikin, şərikə. Burada da baş vermir. Deməli, cavabımız elə B variantıdır. O birisilərə də hər ehtimala baxaq. Qapaq, qapağın, qapağa, küləyə, küləyi, təbrik, təbrikə, təbriki. Burada baş vermir. Moruq, moruğun, moruğa. Burada baş verir. Kiçik, kiçiyin, kiçiyə, qatıq, qatığın, qatığa. Burada baş verir. Ona görə bu getdi. Cavabımız B variantı oldu. 7-ci sual. Tərkibində yalnız cingiltili samitlərin işləndiyi sözləri müəyyən edin. Fonetikada tələffüzə baxmalıyıq, yəni yazılışa baxmamalıyıq. İldırım sözündə ildırım sözü olduğu kimi tələffüz olunur. Yanğın da olduğu kimi tələffüz olunur və bunlar cingiltilidir. Hələ ki qalsın, o birisi variantlara da baxaq. Ümid. Ümid sözündə sonu t ilə bitir tələffüz eləyəndə ümid şəklində olur. İlıq da ilıq x ilə bitir. Saray. Sarayda s kar samitdir. Yəni olduğu kimi tələffüz olunur və s kar samitdir. Həssas sözündə də elə hamısı kar samitlərdir. Ona görə bu da getdi. Ağac sözündə ağac ç ilə tələffüz olunur. Bulaq, bulaq olur. Bunlar da karlaşdı. Daşqın sözündə ş kar samitdir. Kənd sözündə də k kar samitdir. Ona görə elə cavabımız A variantıdır. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözə k-yu əvəzlənməsi, hansı sözdə k-yu əvəzlənməsi baş vermir? Məsələn, daş kəsəyə, daş kəsək, biz məsələn yönlük hal şəkilçisi artıranda burada baş verir k-yu əvəzlənməsi. Getdi. Ensiklopedik. Ensiklopedik sözündə baş verməz. O birisi sözlərə baxaq. Enli kürək. Enli kürəyin, enli kürəyə. Burada baş verdi. Dirrik. Dirriyin, dirriyə. Dirsək, dirsəyin, dirsəyə. Yəni burada da baş verdi. Ona görə cavab B variantıdır. 9-cu sual. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə k-yu əvəzlənməsi baş verir? Deməli, satirik, satirikin. Burada baş vermir. Dediyim kimi alınma söz olduğuna görə baş vermir. Şərik, şərikə. Burada da baş vermir. Bu da alınma sözdür. Aptek, aptekin. Burada da baş vermir. Bu da alınma sözdür. Əmlak, əmlakın, əmlaka. Bu da alınma sözdür. Olmur. Ev-eşik, ev-eşiyin, ev-eşiyə.
Burada Q-yu əvəzləməsi baş verdi. Elə cavabımız Y variantıdır. 10. Hansı sözə saitlə başlayan şəkilçi artırdıqda q-ya keçmir? Sınıq, sınığın, sınığa. Görürsünüz, baş verir. Yəni q-ya keçir, getdi. Fıstıq, fıstığın, fıstığa. Udlağa, udlağın, baş verdi. Vərəqin, vərəqə. Burada baş vermədi. Firavanlıq, firavanlığın. Cavabımız D variantıdır. Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda q-ya keçmir? Qaynaq, qaynağın, qaynağa. Baş verir, keçir. Monoloq sözündə baş vermir. Çünki bu alınma sözdür. Bunu bayaq da işləmişdik. Qulaq, qulağın. Burada baş verir. Qonaq, qonağın. Bu da getdi. Yaxşılığın, yaxşılığa. Cavab B variantıdır. 12. İmtahanda yüksək bal toplayan Azaddır cümləsindəki hansı sözdə cingiltili samit kar tələffüz olunur? İmtahanda. İmtahanda sözündə tələffüzə heç bir dəyişiklik baş vermir. Yüksək. Burada xıştrik olur. Yüksək. Ki, xıştrik olur. Yəni elə kar olur, belə deyim. Bal sözündə dəyişiklik yoxdur. Toplayan. Toplayan olur, toplayan. Saitlərdə dəyişiklik var. Amma samitlərdə cingiltili samit kar tələffüz olunmur. Azaddır sözündə belə olur. Azaddır. Çünki iki qoşu samit yanaşı gələndə biri karlaşır. Cavabımız A variantı. 5-ci sözdə. Hansı sözdə uzun tələffüz olunan bir sait vardır? Amiranə. Amiranə sözündə baxın belə olur. Yəni həm A uzanır birinci hecadakı A, həm də ki üçüncü hecadakı A uzanır. Yəni 2 dənə uzanma var, amma bizə lazımdır ki bir uzanma. Yəni bir sait. Malikanə sözündə həm birinci hecadakı uzanır, həm də o birisi A sait uzanır. Nalayiq. Bu da olur na-la-yiq. Burada da 2 uzanma var. 2 sait uzanır. Naməlumda da la məkan. Biz burada məkan sözündə yəni uzanma görmürük. Sadəcə la saitində var uzanma. Ona görə cavabımız Y variantıdır. 14. Hansı sözdə uzun tələffüz olunan bir sait var? Sabiranə. Burada həm sabir sözündə var, həm də anə şəkilçisində var. Ona görə getdi. Mərdanə. Mərdanədə mərd sözündə yoxdur. Anə şəkilçisində var. Ona görə cavabımız B variantıdır. O birislərə də baxaq. Acizanə. Burada 2 uzanma var. Həm aciz sözündə var, həm anə şəkilçisində var. Şairanə. Həm şair sözündə var, həm anə şəkilçisində var. Adilanə. Həm adil sözündə, həm də anə şəkilçisində. Cavab B variantı. Hansı sözdəki q hərfi q səsinin kar qarşılığını ifadə edir? Q səsinin kar qarşılığı nədir? Q, k. Qarşılığı k-dır. Ştrik. K-ştrik. Baxırıq. Deməli, nöqsan. Nöqsan sözündə elə k-ştrikdir. Yəni, cavab budur. O birislərə də baxaq. Qonaq. Qonaq olur. Məqalə. Elə q olur burada. Təqaüd. Burada da q olur. Maqnitdə də q olur. Cavabımız A variantıdır. 16. Hansı sözdəki q hərfi q səsinin kar qarşılığını ifadə edir? Yenə q səsinin kar qarşılığı k-dır. Yəni k-nı ifadə edir. Təqsir. Aşıq olur burada. Qoşqu. Elə burada q-dır. İkisində də. Qırqovul. Aqil.
Ona görə cavabımız A variantıdır. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sahit var. Qapalı sahitlər hansılardır? I, U, Ü. Həqiqət. Həqiqət sözündə i-də uzanma var. Bu düzdür. Abırlı. Abırlı sözünə uzanma yoxdur. Gümüş sözündə uzanma yoxdur. Amma bizə lazımdır ki, bütün sözlərdə olsun. Burada yalnız həqiqət sözündə var. B variantında təsadüfən, xatirə, həqiqət. Təsadüfəndə A uzanır. Xatirədə də A uzanır. Amma bizə ancaq incə sahitlər lazımdır. Ona görə B variantı getdi. C-də incə, kubok, aqibət. Burada uzanma yoxdur incə sözündə. D-də küzə, ərazi, təcili. Küzədə U qalındır. Ona görə bu getdi. Sıranı pozdu. Y variantında da bivəfa sözündə uzanma var. Xəlifə burada da var. Səbuhi burada da var. Ona görə hamısı qapalıdır. Cavab Y variantı. 18. Hansı sözlərdə qalın sahitlərin hamısı iştirak etmişdir? Burada qalın sahitlər bilirik ki, A, I, O, U. Bizə lazımdır hamısı. Burada A var, I var, U var, amma O yoxdur, getdi. Sarı, çovğun. Burada hamısı var. Cavabımız B variantıdır. Burada I yoxdur C-də. D-də A yoxdur. Y-də də Y-də E var. Burada I yoxdur həm də ki E incə sahit daha. Ona görə cavab B variantıdır. 19. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Daha doğrusu kırştrik. Qaymaq. Burada qaymaq olur sonda. Yəni K yoxdur. Kəpənək. Kəpənəkdə K səsidir. Kırştrik deyil, K deyil. Bizə K lazımdır, amma burada K-dır. Ona görə bu da getdi. Nöqsan. Burada bizə lazım olan variantdır. Kırştrikdir, yəni K səsidir. Çörək. Burada xırştrikdir. Maqnitdə də Q-dır. Yəni cavab C variantıdır. 20. Kırştrik səsinin tələffüz edildiyi sözü müəyyən edin. Fitnəkarlıq. Burada K yoxdur. K var, K yoxdur. Mütəkkə. Burada da yoxdur. İnikas. İnikas sözü burada Q-dur da, yəni K deyil. Ona görə getdi. Fantastik. Burada var K səsi. Cavab D variantıdır. Təqvimdə də yoxdur. 21. Hansı sözlərin tərkibində dodaqlanan sahit iştirak etməyib? O, Ö, U, Ü. Bunlardır. 1-də var, iştirak edib, yəni. 2-də yoxdur, yəni bu bizim cavabımızdır. 3-də iştirak eləyib, 4-də etməyib, 5-də də etməyib. Cavab 2, 4, 5. Yəni sualın şərtini diqqətlə oxumaq lazımdır. Bizə deyir ki, iştirak etməyib. Ona görə iştirak edənləri çıxmaq lazımdır ki, digərlərini tapaq. 22. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərin ikincisi cingiltili tələffüz olunur? Məşəqqət sözündə ikisi də cingiltili tələffüz olunur. Münəccim. Burada da cingiltili tələffüz olunur. Qoşa samitli sözlər. Samitlər. Şapbıltı. Şapbıltıda şap-bıltı şəklində tələffüz olunur. Şəffaf. Burada da olduğu kimidir. Yəni ikincisi cingiltili tələffüz olunmur. Rəssam sözündə isə burada da olduğu kimidir. Cavab C variantıdır. Üçüncü sualda bizə deyir ki, eyni cinsli qoşa samitli sözlərdən hansında qoşa kar samitlərdən ikincisi cingiltili tələffüz olunur?
Bizə lazımdır qoşa kar samit olan sözlər. Ona görə C variantı, D variantı getdi. Çünki bunlar cingiltilidir. A-ya baxırıq. Tənəffüs sözündə qoşa f olduğu kimi tələffüz olunur. Yəni cingiltili tələffüz olunmur. B-də əlbəttə sözündə əlbəttə bu şəkildə tələffüz olunur. Yəni gördüyünüz kimi t-lardan biri olduğu kimidir, digəri isə d-ya keçib. Ona görə cavabımız B variantıdır. Y variantında da hissə sözü olduğu kimi tələffüz olunur, heç bir cingiltləşmə olmur. Cavab B-dir. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğı əvəzləməsi baş vermir? Pambıq, pambığa, pambığın burada baş verir. Üfüq, üfüqün, üfüqə. Burada bayaq bu sual, yəni bu söz digər testlərdə də var idi. Burada baş vermir. Cavabımız elə B variantıdır. O birislərə də baxaq. Ocağın, ocağa baş verdi. Həssaslığın, həssaslığa. Burada da baş verdi. İspanaq, ispanağın. Burada da B variantıdır cavab. 25-də saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğı əvəzlənməsi baş vermir? Aşıq, aşıq, aşığın. Deməli A variantı. Aşığın, aşığa. Yəni hal şəkilçilərlə yoxlamaq rahat olur. Ona görə siz də belə yoxlayın. Burada baş verir. Yarpaq, yarpağın, yarpağa. Burada da torpağın, torpağa. Aşiqin, aşiqə. Aşiqi. Görürsünüz, burada baş vermədi. Yəni q-ğıya keçmədi. Olduğu kimi qaldı. Cavab D variantıdır. Otaq, otağın. Burada da oldu. Cavab D-dir. Sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. Aha. Yağ, yax. Yaxmaq sözü. Düzdür? Yəni mənası dəyişir. Həsəd, həsəd. Həsəd sözü yoxdur. Bağ, bax. Bax sözü, yəni baxmaq feilindən var. Ağac yoxdur. Rəng, rəng yoxdur. Qəlb, qəlb. Qəlb sözü var, yəni sonu p ilə bitən. Bunu artıq bildik. Yəni sənəd sözündə də t. Biri var ki, sənəd saxta deməkdir. D variantında qəlb, rəsmi bir kağız, dokument. Bir də var ki, sənət, yəni peşə. Ona görə cavabımız D variantıdır. Servis, servis. Bu sözlər hər ikisi də var. Yəni həm s ilə bitən, həm z ilə bitən. Biri var servis, s ilə bitən deyirəm. Yəni göstərilən xidmət deməkdir. Servis isə z ilə bitən. O da çay üçün dəst qablar olur. O da servizdir. Palaz sözündə də palaz xalça kimi bir şeydir, amma palaz s ilə yoxdur. Cavab D variantıdır. 27. Sonundakı cingiltili samiti kar qarşılığı əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. Eyni sualdır. Deməli, cəng. Cəng sözü yoxdur, k ilə bitən. Yəni g-nin qarşılığı k-dir, cəng sözü də yoxdur. Bu getdi. Otaq sözündə də heç otaq yoxdur. B variantında alaq sözü var, amma qarşılığı k ilə bitən alaq yoxdur. Eləcə də yaraq sözü. Ona görə B variantı getdi. Düz. Düz, yəni qarşılığı s yoxdur. Sənətdə də sənət var. Yəni bayaqki test sualda olduğu kimi. Yəni bu söz uyğun gəlmədiyinə görə getdi. Tağ, tax. Nəyisə taxmaq, yəni taxmaq feilindən. Sağ da sağ yoxdur.
Yəni x ilə bitən. Bu da getdi. Od, ot var. Bir də yax var. Bunlar hər ikisi var. Cavabımız Y variantıdır. 28. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Biz burada, yəni fonetikada ümumiyyətlə tələffüzə baxmalıyıq. Ona görə gəlin baxaq. Dəstədən olur dəstədən. T D-yə keçir və əvvəldən də 2 dənə D var idi. Tələffüzdə də olur 3 dənə də, yəni dəstədən. Ona görə A getdi. Bizə lazımdır 2 dənə. Axtarışdadır. Burada həm T, D olur. Həm də burada var D-lar. Bu da 3 dənə oldu, getdi. Şabalıtdan olur. Yəni T, sonra D. Bu da getdi. Burada bir dənə olur, amma bizə 2 dənə lazımdır. Dövlətli sözü olur. Dövlətli. Burada həm sözün başında var, həm də buradakı, yəni li şəkilçisi olur di. Cavabımız D variantıdır. Palıtdan sözündə də olur palıtdan. Birinci T, sonra D. Cavabımız D variantıdır. 29 da həmin sualdır. Deməli, yaddardan olur. Yaddardan. Görürsünüz 3 dənə olduğuna görə getdi. Dalandan. Burada dan şəkilçisi nan olur. Yəni bir dənə oldu, getdi. Dəhşətli. Dəhşətli olur dəhşətli. Oldu artıq 2 dənə. Ona görə cavab C variantıdır. Dəstədən, bayaq dediyim kimi burada 3 dənə oldu. Poladdan sözündə də poladdan. T, sonra da D. Ona görə cavab C variantıdır. 30. Xıştrik səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Şəriklik. Şərik sözündə, yəni dəyişiklik yoxdur. Şəriklik. Sonuncu lik şəkilçisində də xıştrik var, amma bir dəfədir də bu. A getdi. Texnik. Texnik sözündə ümumiyyətlə xıştrik yoxdur. Getdi. Çiçəklik. Aha, burada var. Burada çiçəklik. Çiçəklik şəklində tələffüz olunur. Cavab C variantıdır. Yelpik sözündə yelpik bir dənədir. Xainlikdə də bir dənədir. Bu x-dır. X ilə xıştriki qarışdırmayın. Cavab C variantı. 31. Xıştrik səsinin 2 dəfə işləndiyi söz. Burada ümumiyyətlə yoxdur. Çünki burada x deyil, xıştrikdir. Xıştrik lazımdır bizə, amma burada x-dır. Yəni heç yoxdur da burada. Xörək olur xörək. Bir dənədir. Xeyrxax. Burada heç yoxdur, xıştrik. Yəqinlik. Yəqinlikdə olur lik şəkilçisi nik kimi olur. Burada var, amma bir dənədir. Göyçəklikdə də 2 dənədir. Göyçəklik şəklində tələffüz olunur. Cavab Y variantıdır. 32. Hansı sözdə uzun tələffüz olunan 2 sait var? Alimanə sözündə həm alim sözü uzun tələffüz olunur. A, alim. Həm də anə şəkilçisi. Alimanə. Cavab A variantıdır. Nümunə. Burada bir dənədir. U. Səadət. Səadət. Burada da bir dənədir. Şərait. Burada da bir dənədir. A. Tənqidi. Tənqidi sözündə uzanma yoxdur. Cavab A variantı. 33. Hansı sözdə uzun tələffüz olunan 2 sait var? Fövqəladə. Fövqəladə. Burada bir dənədir. Bizə 2'si lazımdır. Malikanə. Bunu bayaq bir sualda görmüşdük. Elə cavabımız B variantıdır. 2 dənə uzanan sait var. Xaincəsinə. Xaincəsinə sözündə bir dənədir. Burada A uzanır. Birinci hecada. Yüngülvari. Yüngülvari. Burada heç yoxdur. Uzanma iqamətgahda da yoxdur.
34. Hansı cərgədəki sözlərin hamısı qalın saitlidir? Qalın saitlər A, I, O, U. Baxaq, dəyirmi sözündə hamısı incədir. Yəni ümumiyyətlə bu getdi. Bizə hamısı qalın lazımdır. Adam, kitab, odun, saqqal. Burada i var ha, bu i sıranı pozur. Getdi. C variantı ana, əmi, küçə, uca. Burada həm ə var, həm i var, ü var. Bunlar incə saitlərdir. Ona görə C variantı da getdi. Sinif, sinifdə i'lər var, incələr getdi. Yaşamaq, namuslu, uşaq, varlıq. Hamısı qalınlardır. Ona görə Y variantıdır cavab. Hansı sözün kökü ahəng qanuna tabedir? Bizə kök lazımdır. Baxın. Ləyaqətli sözündə sözümüzün kökü ləyaqətdir. Ləyaqət. Ləyaqət sözü ahəng qanuna tabe deyil. Çünki burada 2 dənə incə var, bir dənə qalın var, yəni pozulubdur. Getdi. Basəfa. Basəfa sözündə ba ön şəkilçidir. Ba ön şəkilçidir. Sözün kökü səfadır. Səfaya baxırıq biz. Burada pozulubdur. Getdi. Əzabkeş. Əzab sözün köküdür. Keş şəkilçidir, leksik şəkilçi. Əzab pozulub. Həm incə sait var, həm qalın var. Təlaşda da təlaş sözün köküdür, la şəkilçidir. Ə incədir, a qalındır, ona görə pozulubdur. Təmizkar sözündə də təmiz sözün köküdür, kar şəkilçidir. Ə ilə i hər ikisi incə olduğuna görə ahəng qanuna tabedir. Yəni ahəng qanunun qaydası odur ki, sözdə ya qalın saitlər olmalıdır, ya da incə olmalıdır. Yəni qalınla incə birlikdə ola bilməz. Birlikdədirsə, bunlar ahəng qanuna tabe deyil. Yəni ahəng qanunu pozulub. Amma yalnız qalın varsa və yaxud da yalnız incə varsa, ikisindən biri olmalıdır. Onda ahəng qanuna tabe olur. 36. Hansı sözdə birinci hecanı sətrin sonunda saxlamaq olmaz? Ovçuluq sözünü gəlin hecaya bölək. Ovçuluq. Bu olar. Məəttəl sözündə mə, ət, təl. Dönüş, dönüş. Mərtəbə, mərtəbə. Ürək sözündə isə ürək. Burada bir dənə sait qaldı. Bir dənə sait olduğuna görə bunu biz sətrin sonunda saxlaya bilmərik. Cavab Y variantıdır. 37. Cingiltili qarşılığı olmayan kar samit işlənmiş sözü müəyyən edin. Cingiltili qarşılığı olmayan kar hansıdır? H-dır. H samiti. Baxırıq. C variantındadır H samiti. 38. Ahəng qanunu hansı sözdə pozulmuşdur? Ahəng qanunu nə idi? Ya qalınlar olmalıdır, qalın saitlər, ya da incə saitlər. İkisindən biri. Səfirlik sözündə ancaq incə saitlər var. Pozulmayıb. Getdi. Çəyirdək sözündə də ancaq incələr var. Burada da pozulmayıb. Çəhrayı sözündə A var, I var, bunlar qalındır. Amma ə sıranı pozur. Çünki ə incədir. Cavabımız C variantıdır. Savalan sözündə hamısı A qalınlardır. Elçilər sözündə də incələrdir. İncə saitlər. 39. Ahəng qanuna tabe olan sözü müəyyən edin. Erudisiya. Erudisiya sözündə E incədir, U qalındır. İ'lər incədir, A qalındır. Burada pozulubdur. Bizə tabe olan lazımdır. Eskalatorda E incə, A qalın. Yox, bu da pozulub. Epopeya sözündə bu da pozulub. Bu arada biz ahəng qanunu vurğu və heca. Bunların üçünə yazılışda baxırıq. Epopeya sözündə də pozulub. E var, O var, getdi. Bünövrə sözündə bünövrədə Ü incədir, Ö incədir, Ə də incədir. Burada pozulmayıb. Tabedir, ahəng qanuna tabedir. Bunu götürürük. Şükufə sözündə də
U sıranı pozub, çünki qalındır, o birislər incədir. 40. Hansı sözdə q samitinin kar qarşılığı vardır? Q-nın kar qarşılığı k-dır. Qaranquşda yoxdur. Çıraq x-dır burada. Miqyas q-dır elə. Maqnitdə də q-dır. Nöqtədə k-dır. Yəni k ştrix, onu deyim. K yox ha, k ştrix olmalıdır. Burada da elə k ştrixdir. Cavabımız Y variantıdır. Hansı qoşa samitli sözün tələffüzü yazılışından fərqlənir? Sammit. Sammit sözündə fərqlənmə yoxdur. Tıqqıltı. Tıqqıltı sözündə birinci k olur, sonra q olur. Qüvvə sözündə olduğu kimidir. 50 sözündə də olduğu kimi, rəssamda da olduğu kimidir. Cavab B variantı. Hansı cərgədəki sözlərin hamısı incə saitlidir? İncə saitlər E, Ə, İ, Ö, Ü. Bizə bunlar lazımdır. A variantı uyğun gəlir. Cavab A variantıdır. O birislərdə burada A var, O var. Burada A var. D-də də A var, U var. Burada da A var. Ona görə cavabımız A variantıdır. İncə saitlər. Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir? Kar qarşılığı olmayan cingiltili samitlər sonor samitlərdir. L, M, N, R. Bunların kar qarşılığı yoxdur. Namərdlik, namərdlik. Burada biz tələffüzə baxırıq. Namərdlikdə başqa samitlər də var. Yəni onların qarşılığı var. Ona görə getdi. Səmənidə s cingiltili deyil. B variantında səməni sözündə, müsəlman sözündə burada s-lar var. Bizə də ancaq bu samitlər lazımdır. Elemenər. Ona görə bu da getdi. Gülləbaran. Burada da digər samitlər var. Söndürülməkdə də digərlər var. Narahatlıq. Burada da. Amma minarə söndürülmək. Burada bir dənə D variantında söndürülməkdə s var. Sonra sonunda söndürülmək x var. Narahatlıq sözündə də x var. H var. Yəni bizə ancaq bu saitlər lazımdır. Ona görə Y variantı. Hansı sözdə 44. Hansı sözdə kar samit cingiltili tələffüz olunur? Kar samit cingiltili tələffüz olunur. Qəzet. Qəzetdə kar samit t-dır. Bu da olduğu kimi tələffüz olunur. Konfet. Bunlar hamısı kardır və olduğu kimi tələffüz olunur. Dadlı. Dadlı sözündə hamısı cingiltilidir. Bizə kar samit lazımdır ki, cingiltili tələffüz olunsun. Təkəbbür. Təkəbbürdə karlar bunlardır, t ilə ki. Bunlar da olduğu kimi tələffüz olunurlar. Hoppanmaq sözündə hop, banmaq. P gəlir, sonra b gəlir. Yəni ikinci p b-yə keçir. Ona görə cavab Y variantıdır. Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir? Kar qarşılığı olmayan cingiltili samitlər E, L, M, N, R. Bizə ancaq onlar lazımdır. Ona görə cavab B variantıdır. Sözlərin hansında yanaşı işlənən saitlər bir uzun sait kimi deyilir? Ailə sözündə ailə olur. Yanaşı işlənirlər və hərəsi öz səslərini ifadə edir. Şair sözündə də elədir. Zəifdə də elədir. Şuada da. Amma təbii sözündə 2 dənə i var, amma bu bir i kimi tələffüz olunur. Çünki tələffüz zamanı biri düşür, o birisi uzanır. Cavab C variantıdır. Ahəng qanunu hansı sözdə pozulmamışdır? Ahəng qanunu hansı sözdə pozulmamışdır deyəndə nə vaxt pozulmur?
Nə vaxt ki, ya qalın saitlər olur, ya da incə saitlər olur. Deməli, biologiya sözündə. Biologiyada i var, o var. Bunlar biri incədir, biri qalındır, pozulub. Südabədə ü var, a var. İncə, qalın, getdi. Bəyanatda ə incədir, a qalındır, getdi. Binoklda i incədir, o qalındır, bu da getdi. Apostrof sözündə də hamısı qalındır, ona görə cavab Y variantı, pozulmayıb. Hansı sözlərdə saitlərin hamısı açıqdır? Açıqlar hansılardır? A, E, Ə, O, Ö. Bunlar açıq saitlərdir. Baxırıq A variantına. Kölgə, ovlaq, meşə. Elə cavab A-dır. O birislərdə baxın. Burada ü var. Qapalıdır, getdi. Burada i var, ü var, u var. Qapalıdır hamısı. Sonra burada ı var, d-də. Qapalıdır. Çiçək sözündə i var. Külək sözündə ü var. Bu da qapalıdır. Cavab A variantı. 49. Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir? A, E, Ə, I, I. Bunlar dodaqlanmayanlardır. Deməli, burada U var məhbubə sözündə. Getdi. Süzgəc sözündə Ü dodaqlanır, getdi. Muradda U var. Dözümdə hər ikisi dodaqlanır. Tabellikdə isə heç biri dodaqlanmır. 50-ci sual. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Hecalara bölünmə elə A variantında yanlışdır. Çünki quruculuq olmalı idi. Yəni bu şəkildə quruculuq. Elə bu yanlışdır. Əzizləməkdə əzizləmək düzdür. Mübtədada mübtəda. Məktəblilər məktəblilər. Emalatxana bu da düzdür. Hamısı düzdür. A variantı səhvdir. Hansı cərgidəki sözlərdə ahəng qanunu pozulmuşdur? Ahəng qanunu nə vaxt pozulur? Həm incə, həm qalın saitlər bir sözdə olanda. Deməli, A-da baxırıq. Ü var, i var. Bunlar incədir. Günəş hamısı incədir. Doğruluqda da hamısı qalındır. Burada pozulmayıb. Bizə pozulan lazımdır. Axşamki qalınlardır burada. Ağzı dualı burada qalınlardır. Ağıl bu da qalın saitlərdir. Abituriyent. Abituriyent sözündə A qalındır, i incədir. Sonra U qalındır, E incədir. Burada pozulub. Katibdə də pozulub. Müzakirədə də pozulub. Cavab C variantıdır. Qotaz sözündə O, A qalındır. A, I qapı sözündə qalındır. Qapaq sözündə də ikisi də A-dır, qalındır. Lazım sözündə də hər ikisi qalındır. Armaturda da qalındır. Apostrofda da hamısı qalın saitlərdir. Cavab C variantı. 52. Hansı cərgədə sözlərin hər ikisində ahəng qanunu pozulmuşdur? Batalyon. Batalyon sözündə hamısı qalındır. Kitabxana sözündə i sıranı pozur. I incədir, o birisilər qalındır. Amma bizə lazımdır hər ikisində. Yəni şərti diqqətli oxumaq lazımdır. Ona görə A getdi. Gümüş. Burada pozulmuyor. Orbit. Burada pozulub. Birində pozulub. Türkiyə sözündə hamısı incə saitlərdir. Bənövşəyi sözündə də hamısı incədir. Burada pozulmuyor. Avtoqraf sözündə burada hamısı qalınlardır. İlxıçı sözündə isə i sıranı pozur. Çünki o birisilər qalın saitlərdir. Azərbaycan sözündə ahəng qanunu pozulub. Çünki A qalındır, Ə incədir. Annotasiya sözündə də pozulub. Burada A, O qalındır, i isə incədir. Yəni hər ikisində pozulub, ona görə cavab Y variantıdır. 53. Hansı sözlər ahəng qanununa tabe deyil? Dünən bu incə saitlərdir, tabedir. Casus sözündə qalınlardır, ilbəil incə saitlərdir. Səadət sözündə pozulub. Burada Ə incədir, A qalındır. Yəni tabe deyil. Ona görə cavabın biri budur. Zühur sözündə
Ü incədir, u qalındır, pozulub. Blokada sözündə hamısı qalınlardır, pozulmayıb. Tapşırıq sözündə də hamısı qalın saitlərdir. Cavab 4-5 B variantı. Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur? Qarğıdalı sözündə hamısı qalın saitlərdir, kəpənək sözündə də hamısı incədir. Ona görə pozulmayıb. Burulğan sözündə hamısı qalın saitlərdir, bədii sözündə də incə saitlər. Burada da pozulmayıb. Zəif sözündə incə saitlərdir, bulvar sözündə də qalın saitlərdir, pozulmayıb. Albalı sözündə qalınlardır, çiyələkdə incələrdir. Nəşriyyat sözündə pozulub. Çünki ədir, idi, bunlar incədir, a isə qalın saitdir. İqtisadiyyat sözündə də pozulub. İlər incədir, a isə qalındır. Ona görə cavab Y variantıdır. 55. Sözlərin hansında cingiltili samit iştirak etmir? Yəni biz tələffüzə baxmalıyıq. Püstdə olur. Burada da cingiltili samit iştirak edir. Ona görə A getdi. Xəttat sözündə xəttat olur. Ona görə də burada da var. Tənəffüs sözündə elə n cingiltili samitdir, iştirak eləyib. Xiffət sözündə yoxdur. Yəni tələffüzdə də ancaq kar samitlərdir. Səyahət sözündə də y cingiltili samitdir. Yəni bu da iştirak edib. Ona görə cavab D variantı. 56. Qalın saitli sözlərin cərgəsini müəyyən edin. Burada ə, i incədir, ü incədir. Yəni hamısı incə saitlərdir. Ona görə getdi. Üzüm, qoşun, sakit sözlərində burada o ilə u, bir də a qalın saitlərdir. Bizə ancaq qalın lazımdır yəqin ki, ona görə bu da getdi. Baba sözündə, quzu sözündə, qışlaq sözündə burada hamısında qalın saitlərdir. Ona görə cavabımız C olur. Dərin sözündə incə saitlərdir. Maşınla oyun sözlərində isə qalın saitlərdir. Y variantında tütək sözü incədir. Ağac, əmi. Burada da yəni həm incələr var, həm qalınlar var. Qalın saitli sözlərin cərgəsi C variantı. Hansı söz kökünün sonundakı d samiti t kimi tələffüz olunur? Sözün sonuna saitlə başlanan şəkilçi artırıb A-da, kəndə. Ona görə bu elə cingiltili kimi qalır. Yəni t-yə keçmir. Kənddə sözündə kənd sözünə d şəkilçisi, yəni samitlə başlanan artıldığına görə bu olur kənddə. Yəni t-dır. Yəni d samiti t-yə keçib. Ona görə elə cavabımız budur, B variantı. Odlamaq sözündə oddamaq kimi tələffüz olunur. Kəndin sözündə elə olduğu kimi tələffüz olunur. Yaddaş sözündə də olduğu kimi tələffüz olunur. Yəni burada heç t yoxdur. Cavabımız B variantı olur. 58. Qoşa samitlərdən birincisi kar, ikincisi cingiltili tələffüz olunur. Deməli, A variantında şəffaf sözündə olduğu kimi tələffüz olunur. Təəccüb sözündə də olduğu kimidir. Mütəkkə. Mütəkkə sözündə mütəkkə ki, sonra gil kimi tələffüz olunur. Şiddət sözündə də olduğu kimidir. Xiffət sözündə də olduğu kimidir. Ona görə cavabımız C variantıdır. 59. Cingiltili samitlə başlayıb cingiltili samitlə bitən sözlər cərgəsini müəyyən edin. Qaradinməz sözündə q cingiltilidir, z da cingiltilidir. Yəni əvvəlində də sonunda da cingiltili samitlərdir. Bu düzdür. Rayon hər ikisi cingiltilidir. Qotaz sözü də hər ikisi cingiltili. Yəni cingiltilə başlayıb cingiltilə bitir. Hələ ki A variantı uyğun gəlir, o birislərə də baxaq. Külünk sözündə külünk, yəni g k-yə keçir, belə tələffüz olunur. Ona görə bu getdi. Kitab sözündə də p olur. Od sözündə də elə olduğu kimi tələffüz olunur, amma o birislər səhvdir, ona görə getdi. Sonra C variantına baxaq. Qasid. Burada da hər ikisi cingiltilidir. Lisey. Burada da cingilti ilə başlayıb cingiltili ilə bitir. Amma ləng sözündə g k-yə keçir. Ona görə
bu sıranı pozur. D variantına baxaq. Barmaq cingiltili ilə başlayır, amma karla bitir. Çünki barmaq, yəni q x-ya keçir. Külək sözündə külək xıştrik olur. Həyat sözündə də hər ikisi, yəni həm samit, həm kar samitlə başlayır, həm kar samitlə bitir. Bu da getdi, heç uyğun gəlmir. Yaylaq sözündə yaylaq olur. Cingilti ilə başlayıb karla bitir. Rahat sözündə cingilti ilə başlayıb karla bitir. Qarpız sözündə də cingilti ilə başlayır, cingilti ilə bitir. Amma o birisilər səhvdir. Ona görə cavabımız A variantıdır. 60. Son samiti kar tələffüz edilən sözlər cərgəsini müəyyən edin. Budaq sözündə q, x kimi tələffüz olunur. Nifaq sözündə də q, kaştrik kimi tələffüz olunur. Çəkic sözündə də ç kimi. Yəni ona görə hamısında kar samitlə bitir, son samiti. Hələ ki A variantı uyğun gəlir. Çəkic sözündə ç-dır, son samit. Bulaqda x-dır, bağda da elə x-dır. Bu cingiltilidir. Ona görə getdi. Bulut sözündə d, t-ya keçir. Obrazda olduğu kimidir, vətən sözündə olduğu kimidir. Qanad, qanat olur, t. Obyektiv cingiltili ilə bitir. Sənəd karla bitir. Yəni t ilə bitir. Torpaq sözündə x ilə bitir, karla yəni. Katibdə p ilə bitir, ulduzda da olduğu kimi tələffüz olunur. Bu şərtə uyğun gələn cavab A variantıdır. Çünki burada hamısı son samiti kar tələffüz edilən sözlərdir. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək.